Oxşar toplananlar və onların islahı. Dəyişəni olan ifadədə eyni toplananlara və ya yalnız əmsalı ilə fərqlənən toplananlara oxşar toplananlar deyilir. Məsələn, yalnız əmsalı ilə fərqlənsin. 3x, 5x. Görürsünüz, yalnız əmsalı ilə fərqləndə dəyişənlər eynidir. -6y, 8y. Yalnız dəyişənləri eyni əmsalları ilə fərqləndirilər. Bunlar adlanır oxşar toplananlar. Məsələn, başqa bir ifadə yazsaq, 6a üzərinə gəl 3 minus 2a. Burada oxşar toplananlar 6a ilə -2a-dır. Çünki bunların dəyişənləri eynidir, yalnız əmsalları fərqlidir. Və biz bunları, oxşar toplananlar varsa, onların cəmini bir toplananla əvəz edəndə bu adlanır oxşar toplananların islahı. Yəni, bax, bu 6a qaldı yerində, -2a-nı gətirir bunun yanına, qruplaşdırırıq. Öz işarəsi ilə yerini dəyişəndə öz işarəsini saxlayırıq. Üzərinə gəl 3 bərabərdir. 6-dan 2 çıxırıq 4a. Üzərinə gəl 3. Bu şəkildə də qalır ifadəmiz. Və 6a-dan 2a-nı çıxıb 4a yazaraq biz oxşar toplananları islah etmiş olduq. Yalnız işarəsi ilə fərqlənən toplananlar əks idi. Onların da cəmi 0-a bərabər olur. Məsələn, 2a minus 2a. Görürsünüz, bunun qarşısında heç nə yoxdur deyə müsbətdir. Bu isə bu qarşısındakı onun işarəsidir, mənfidir. Ona görə bunlar 0-a bərabərdir. Və ya belə yazarıq, 2a üzərinə gəl -2a. Biri müsbət, biri mənfidir deyə 0-a bərabər olur. Və gördük ki, oxşar toplananları toplamaq üçün sadəcə onların əmsalları toplanır və alınan nəticədə həmin dəyişənin özünü yazırıq və əmsalları da bu dəyişənin qarşısında yazırıq. Oxşar toplananları tapın. Burada sadəcə tapın deyir, sadələşdirmə istəmir. Burada 2x-la 5x-dir. Bunu sadələşdirsəydə olacaq 7x minus 4. Burada isə oxşar -m və m-dir. Bunlar əks olduqlarına görə 0 olur. Sadəcə qalacaq 5. Burada oxşar toplananlar -2a-la 7a-dır. O 7 qalır öz yerində, -2a-la da 7a, 5a edir, üzərinə gəl 5a. -b ilə -b-dir. İkisi də mənfi olduğuna görə -1 ilə -1 toplayırıq, -2b, üzərinə gəl 12. Burada oxşarlar 3d ilə 4d-dir. Hər ikisi müsbətdir deyə 7d minus 3c. 5k ilə 4k, bu oldu 9k minus 3c. Burada isə -5 ilə 7-dir. 3 qaldı. 7-dən də 5-i çıxırıq. Üzərinə gəl 2n. 2x ilə 3x. 5x minus y minus 3. Hərəsinin öz işarəsi ilə yerini dəyişə bilir. 6m ilə m. 7m. -2 3n ilə müsbət 2n-dir. Ona görə -n olur. Bu ilə qarşısına çıxma yazmağımız -n deməkdir. 4a, bu da 4a. 4 ilə 1, qarşısında heç nə yoxdursa bunun əmsalı 1 idi. 4 ilə 1, 5, 5 ilə də 4, 9. 9a minus 2b. Təsvirdən istifadə etməklə cəmi tapın. Baxırıq, neçə dənə mənfi qısmımız oldu? 5 dənə. Ona görə -5x. Burada isə 2, -3. Yəni 2, -3. Bunların hərəsi birini aparır. Sadəcə görürük, bunlar getdi 0-a, əks ədədlərdir. Bir dənəsi qaldı. Yəni -x. Burada isə 6 da, bu yenə ikisi birini apardı. Bu ikisi, bunlar 0 oldu. Yəni əks ədədlərdir. Yerdə qaldı müsbət 2 dənə x. Yəni bunu elə 6, -4, 6-dan 4-ü çıxarıq 2. Oxşar toplananları islah edin.
Hətta biz ortaq vuruğu mötərizə xaricinə çıxarıb da yaza bilərik və ya birbaşa da. Məsələn, burada ortaq vuruğu çıxartsaq, hər ikisində olan C-dir. C-ni çıxarırıq. 5 minus 8. 5-dən 8-i -3 qalır. Olur ona görə -3C. Burada isə hər ikisində ortaq olan mənfi x-i çıxarsam, işarə dəyişməlidir. 4 üstə gəl 3 olmalıdır. Bu da 7 edir. 7-nin də mənfi x-i -7x. 6-dan 14-ü çıxdıq. -8. -8 ilə də 1, -7. Bunun cavabı olur -7n. Burada yenə sırayla ya vuruğu çıxarıb yaza bilərik, ya da 3-dən 2, 1. 1-dən də -4-ü -3. Və ya da y-i çıxarsaq ortaq vuruğu 3 minus 2 minus 4 bərabərdir. Y vurulsun. 3-dən 2, 1. 1-dən də -4, -3 olacaq -3y. Burada isə -1, -1 üzərinə gəl 8 minus 7 a-nı çıxartsaq. -1 ilə -7, -8, -8-dən də 8 0 edir deyə bunun cavabı oldu 0. 7, 2, 9, 9-dan da 2, bu da oldu 11k. Burada isə 2x-dan bu -1 olur, x üzərinə gəl 3. B -3b qalır -2b minus 5. Oxşarlar 2m -5m m. Müsbətləri bir eləyək 3m. 3m-dən çıxırıq 5m-i -2m minus 2. Burada isə hamısı n-dir deyə yenə də n-i çıxara bilərsiniz. 8 minus 2 minus 10 üzərinə gəl 5. 8-dən 2, 6. 6-dan 10 çıxanda -4. -4-dən də 5, 1 edir. 1n artı 1-i də yazmırıq n. Oxşar toplananları islah edin. Yenə bunları nömrələyək. 2, 3, 4, 7, 8. Birinci 8c üzərinə gəl 6c. Yerini dəyişəndə öz işarəsi ilə dəyişir. Minus 3 minus bərabər 8 ilə 6 14c. İkisi də mənfi olduğuna görə -6. Bu qarşısındakı onun işarəsidir. İkinci b ilə 3b-ni qruplaşdıraram. Üzərinə gəl 1 minus 2. Görürsünüz, hər birinin işarəsi öz qarşısında qalır. Sadəcə yerini dəyişə bilər. 1 ilə 3 bu 4b. 1-dən də -2-ni çıxdıq. -1 qalacaq. Üçüncü 4x minus 9x üzərinə gəl y üzərinə gəl 3y. 4 -9. Bax, bununla bu oxşardır. Bununla da bu oxşardır. 4 -9 -5x 1 ilə də 3 üzərinə gəl 4y. Burada isə 6m minus 7m yazaram. Minus 4n üzərinə gəl 4n. 6-dan 7-ni çıxdıq. -m 1 m qalır, 1-i yazmırıq. Bu -4n-dir. Bu isə müsbət əksdir deyə bunlar da 0 oldu. Yəni onların üzərindən xətt çəkə bilərik. Qaldı -m. 5-ci n minus 2n minus 5m üzərinə gəl 2m. Bu 1 -2 olacaq -n. -5 ilə də 2 -3m. 6-cı 4x üzərinə gəl 6x 6y üzərinə gəl 2y. 4-dən 6 bu oldu 10x. -6 ilə 2 də -4y. 7-ci 7c minus 2c minus 10d üzərinə gəl 2d minus 1. 7-dən 2-sini çıxdıq 5c.
Bu mənfi 10 ilə 2-dir deyə mənfi 8-dir. Bir də özü qalır. 8-ci 2C minus C üzərinə gəl 5C. Yəni biz bunları seçmək üçün də bax belə altından bir xətt çəkin. Sonra D'lər 2 xətt çəkin fərqləndirmək üçün. Bir yeri hissəyə yığdıq. D'lərimiz isə mənfi D minus D üzərinə gəl 4. 2C'dən C'ni çıxdıq. 1, 1 ilə də 5, 6C. Bunlar hər ikisi mənfidir. Mənfi 1, mənfi 1, mənfi 2D. Yəni bu qarşısındakı onun işarəsidir. Üzərinə gəl 4. Beşincidə boş xanaya ədəd tapın ki, bərabərlik dəyişənin istənilən qiymətə. Bax, bunun yerinə deməli, biz bu hissəni toplayaq. 3 ilə 9, 12. 12-nin nəyinə eləməliyik ki, 8 alınsın. Yəni 8 ilə bunun yerinə x yazaram. X üzərinə gəl 12n A bəndində bərabərdir 8n. Mən bu x-i tapmaq üçün 8n-dən çıxıram 12n-i, bu da mənfi 4n. Deməli, bu A-nın yerində olacaq mənfi 4n. Yəni, burada oldu mənfi 4n. B bəndində yenə mənfi 2-dir, bu da x-dir. Mənfi x. Bura sual olsun da. Sual üzərinə gəl mənfi x bərabərdir mənfi 5x. Buradan sualı tapmaq üçün mənfi 5x digər tərəfə keçirəndə işarəmiz dəyişir. O da bərabərdir mənfi 4x. Yəni bunun da yerində mənfi 4 olacaq. Baxın, mənfi 4, mənfi 2, mənfi 6. Bu da 1, mənfi 5 oldu. Burada isə 1 çıx 4. Ya da ki, baxaq, bax, bu m ilə bu mənfi m. Əksdir deyə bunlar 0 olacaq. Bunların elə üstdən xətt çəkib, burada qaldı mənfi 4. Burada isə 1 ilə 5, 6. 6-dan indi bura nə yazaq ki, mənfi qalsın? Bura 7 yazaram. 6 çıx mənfi 7C olacaq mənfi C. Y bəndində isə y-ləri bir qruplaşdırarıq. Baxaq, 9T ilə T 10T. Bu oldu 10T. Deməli, bizə lazımdır 4y olması üçün. Burada da mənfi 2 olsa cavabımız doğru olar. M-lərimiz 9M-dir. Biri buradadır. Burada 8 olsa olacaq 9M. N-lər isə 1-dən 7-ni çıxdıq mənfi 6. Burada da mənfi 6 olacaq. Altıda sadələşdirin və dəyişənlərin vermiş qiymətini, ifadənin qiymətini tapın. A bəndində 3 mənfi 23 olur mənfi 20x. İndi yerinə qoysam mənfi 20 vurulsun mənfi 17. Mənfini mənfiyə vuranda müsbət eləyir. 340 olacaq. B bəndində hər biri A-dır. 6-dan 8-i mənfi 2. Mənfi 2 ilə mənfi 8 mənfi 10A. O da mənfi 10 vurulsun 13, mənfi 130. C bəndində mənfi 3, mənfi 6, mənfi və ya da belə baxaq. Baxın, bu mənfi 3y, bu da 3y. Əksdir deyə bunlar 0 oldu. Sadəcə qaldı mənfi 6y. Yəni mənfi 6 vurulsun 15. Bu da mənfi 90. D bəndində x-ları bir qruplaşdıraq. 13, 8, 21. 21-dən də çıxırıq 20-ni. 1x qaldı. Üzərinə gəl 7y. Dəyişənlərin qiymətini yerinə qoyuruq. 17 üzərinə gəl 7 vurulsun 3. Yəni 17 üzərinə gəl 21. Bu da oldu 38. İndi dəyişənli ifadələri sadələşdirmək. Əvvəlcə mötərizə varsa mötərizələri açarıq. Sonra oxşar toplananları islah edərik. 7-nin birincisində birinci 4x
mənfi olduğuna görə mötərizəni açırıq, işarələrimiz dəyişəcək. 5x üzərinə gəl 10 olacaq. İndi 4 mənfi 5 olur, mənfi x üzərinə gəl 10. İkincidə mötərizəni açaq. 3-ü 4-ə 12, minus 3x-a 3x, minus 5x. Yenə 12, oxşar toplananlarımız hər ikisi mənfi olduğuna görə minus 8x olur. Üçüncüdə mötərizəni açaq. 2x minus 2-ni 5-ə vururuq 10. Qarşıda mənfi olduğuna görə yenə mötərizəni açırıq. İşarəmiz dəyişəcək. Oxşar toplananları bir qruplaşdıraq. Yəni 2x minus x minus 10 üzərinə gəl 3 olacaq. 2x-dan x-i çıxdıq x. Mənfi 10 ilə 3 isə mənfi 7 olacaq. Dördüncü. Yenə mötərizəni açaq. Qarşıda mənfi olduğuna görə işarəmiz dəyişir. Yenə minus 6x üzərinə gəl 6 olacaq. Oxşar toplananlar. Yəni mənfi 7 üzərinə gəl 6x minus 6x. Mənfi 7 ilə 6 mənfi 1. 1-dən də mənfi 6-nı çıxanda mənfi 5x. 5-ci 2a minus 2b olur. Qarşıda mənfidir deyə işarələrimiz dəyişəcək. Yenə oxşarları qeyd edək. 2a minus a minus 2b minus b. 2a-da a-nı qalır a. Mənfi 2 ilə mənfi 1 isə mənfi 3b. 6-cı mötərizəni açsaq. Mənfi 3m işarə dəyişəcək 3n. Minus n üzərinə gəl m olacaq. Yeni işarəmiz dəyişdi. M-ləri bir qruplaşdıraq. N-ləri 1. Mənfi 3m üzərinə gəl m. Mənfi 3n minus n. Mənfi 3 ilə 1 mənfi 2m. Mənfi 3 ilə mənfi 1 isə mənfi 4n. 7-ci 3c minus 3-2d'yə vururuq 6d. Yenə qarşıda mənfidir deyə işarələrimizi dəyişəcəyik. Bərabərdir. 3c ilə 4c. 3c minus 4c minus 6d ilə mənfi d. Mənfi 6d minus d üzərinə gəl 6. Mənfi 3, mənfi 4, mənfi c. Mənfi 6, mənfi 1, mənfi 7d üzərinə gəl 6. 8-ci 5-i vurmalıyıq hər birinə. Olur 10a minus 5b minus 10. İşarələr olduğu kimi qalırdı. Amma burada qarşıda mənfi olduğuna görə mötərizənin qarşısında hamısını dəyişəcəyik. Üzərinə gəl 5. Bərabərdir. A-ları bir qruplaşdırırıq. 10a-dan çıxdıq a-nı oldu 9a. B-ləri bir qruplaşdırdıq. Mənfi 5, mənfi 1, mənfi 6b. Ədədlərimizi də bir qruplaşdıraq. Mənfi 10, bu da 5 olur, mənfi 5. Sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Burada A bəndində olur 3x minus 6. Qarşıda mənfi olduğuna görə işarəmiz dəyişəcək. Yenə 3x minus 5x minus 6 üstə gəl 8. Buradan 3 mənfi 5 mənfi 2x mənfi 6 8 isə 2-dir. Yerinə qoyuruq dəyişənin qiymətini, aldıq, sadələşdirib bunu. Mənfi 2 vurulsun mənfi 4 üzərinə gəl 2. 8 üzərinə gəl 2 bərabərdir 10. Yəni bunun qiymətini tapdıq 10. İndi B bəndi. Yenə mötərizəni açaq. 2a minus 8b minus 5a üzərinə gəl b olacaq. Yenə sadələşdirək, oxşar toplananlarımızı qeyd edək. 2a minus 5a 8b üzərinə gəl b. Bu olur mənfi 3a, bu isə olacaq mənfi 7b. İndi yerinə qoysaq, mənfi 3 vurulsun mənfi 2, 7 vurulsun, b də 3'dür. Olur 6, mənfi mənfiyə vuranda müsbət, minus 21. Bu da mənfi 15. C bəndində
m minus 2d minus 4m üzərinə gəl 2d. Çünki mötərizənin qarşısında mənfi idi. M ilə bu mənfi 2d idi, bu müsbət. Ona görə bunlar 0 olur. Qaldı m minus 4m, yəni mənfi 3m. Onda mənfi 3 vurulsun mənfi 6, bu da müsbət 18. Doqquzuncu məsələ. Şəkildə verilənlərə görə düzbucaqlının perimetrini hesablamaq üçün ifadə yazın. Bilirik ki, perimetr bərabərdir 2 vurulsun tərəflərin cəminə, yəni 2a üzərinə gəl 3-ə. Bunu sadələşdirək. 2 vurulsun 6 ilə 3, 9, mənfi a ilə 2a isə a edir. Yazın və onu sadələşdirin. Bunu da yaza bilərik. Mötərizəni açaraq 18 üzərinə gəl 2a. Düzbucaqlığın perimetri 24 olarsa sahəsi nə qədər olar? Deməli onda yazaram. Bu ifadə ilə geçsək daha rahat olar. Yəni 24 bərabərdir 2 vurulsun 9 üzərinə gəl a. Buradan 9 üzərinə gəl a bərabər 24'ü bölürük 2'yə. 9 üzərinə gəl a 12, a da bərabərdir 12 minus 9, yəni a bərabərdir 3'ə. A-nı tapdıq 3, bizdən sahəsini istəyir, burada yerinə qoyaq. 2 vurulsun 3 üzərinə gəl 3, 6 ilə 3, 9, digərinə 3 qoysaq 6'dan 3'ü çıxdıq 3. Onda sahəsi olacaq 3 vurulsun 9 bərabərdir 27. 10-cu məsələdə isə alma şirəsi A manatdır. Bu alma A manat. Nar şirəsi bunun 2 qatından B manat bahadır. Bunun 2 qatı 2A, B manat da bahadır deyə üzərinə B gəlirik. Birinci, nar şirəsi ilə alma şirəsi alma şirəsindən nə qədər bahadır? Onda nə etməli? Nardan çıxmalıyıq almanı. Nar da 2A üzərinə gəl B-dir. Ondan almanı çıxırıq. Dəyişənlərimizi 2a minus a üzərinə gəl b, bu da olacaq a üzərinə gəl b. Bu birinci sualımız. İkinci, Aynur 3 alma və 2 nar şirəsi aldı. Deməli, almadan aldı 3 dənə, 2 dənə də nar şirəsi aldı. Onun ödədiyi pula uyğun ifadə yazın. Alma şirəsi, bir dənə alma şirəsi a manatdırsa, 3 dənəsi olacaq 3a. Nar şirəsi 2a üstə gəl b manatdırsa, bu olacaq 2 vurulsun 2 dənəsi də 2a üzərinə gəl b. Ödədiyi ifadəmiz də bu şəkildə olacaq. Bunların cəmini olur 3a üzərinə gəl. Mötərizəni açsaq 4a üzərinə gəl 2b. Yəni 7a oxşar toplananları islah etsək üzərinə gəl 2b. Bu ifadəmiz. Üçüncü isə a 1,7, B 0,3, Aynurun ödədiyi pul. Yəni 7A üzərinə gəl 2B də yerinə qoyuruq. 7 vurulsun 1,7, 2 vurulsun 0,3. 11,9 üzərinə gəl 0,6, o da bərabərdir 12,5 manat. Deməli, Aynur nə qədər pul ödədi? 12 manat 50 qəpik pul ödəmiş oldu. 11. Samir ölçüləri x santimetr və 9 santimetr olan şəkli eni 1,5 santimetr olan çərçivəyə saldı. Yəni, bu şəklimizin içəridəki bu şəklin uzunluğu x-dır, eni də 9-dur. Çərçivəyə saldı. Yəni bu kənarlardan 1,5 çərçivənin. Çərçivənin sahəsini hesablamaq üçün ifadə yazın və sadələşdirin. Çərçivənin sahəsini hesablamaq üçün biz bu böyük düzbucaqlının sahəsini taparaq, ondan bu içəridəki şəklin sahəsini çıxıb çərçivənin sahəsini taparıq. Çərçivəmizə də baxaq. Bax 1,5 bura gəlib, 1,5 bura gəlib. Deməli, bu uzunluq x üzərinə gəl 3 olub. Bax, bura x üstə gəl 3.
Yenə 1,5 bu hissədir. 1,5 də bu hissədir. 9-un üzərinə 3 gəldik. 12 də bu. Deməli, bu böyük düzbucaqlımız oldu. Uzunluğu. Bir dənə düzbucaqlı aldıq. X üstə gəl 3. Eni 12. Onun içərisində isə şəkil yerləşib. X 9. Deməli, biz böyükdən bu şəklin sahəsini çıxsaq, bax buranın sahəsini, bu kənarların sahəsini almış olaraq, yəni çərçivənin sahəsini. Onda ifadəmiz olacaq 12 vurulsun x üstə gəl 3-dən çıxırıq daxildəki sahəni, yəni 9 vurulsun x-i. Onda S çərçivəmizi tapmış olaraq. O da bərabərdir 12x üzərinə gəl 36 minus 9x. Bunu da sadələşdirsək 3x üzərinə gəl 36. İfadə yazın və sadələşdirin. Bu birincini yerinə yetirdik. İkinci, çərçivənin sahəsi 81 olarsa, deməli onda yazırıq 3x üzərinə gəl 36 bərabərdir 81. Buradan 3-ün mötərizə xaricinə çıxaraq x üstə gəl 12 bərabərdir 81-ə. 3'ə bölək, x üstə gəl 12 bərabərdir 27, x da bərabərdir 27-dən çıxırıq 12-ni, bu da edir 15. Uzunluğu neçə santimetrdir? Tapdıq ki, bizə nə istəyir? Çərçivənin sahəsi olarsa şəklin uzunluğunu, bəli, şəklin uzunluğu da x idi deyə, elə 15, şəklin uzunluğu olacaq 15. 12-ci məsələmiz. Son taksidə adi saatlarda gediş haqqı 1 manat və hər kilometrə görə isə 30 qəpik əlavə hesablanır. Qələbəlik saatlarında isə gediş haqqı ilkin 1,5, yəni 1 manat 50 qəpik və hər kilometrə görə 50 qəpik əlavə hesablanır. Qət edilən məsafə D kilometr olduqda qələbəlik saatlarında gediş haqqı adi saatlardakı gediş haqqından. Deməli, ilk öncə adi saatları tapaq. Adi saatda deyir, gediş haqqı ilkin 1 manat və hər kilometrə görə 30 qəpik əlavə. Yəni 30 qəpik D kilometrdə gedi baxın. Deməli, hər kilometrə 30 qəpik əlavə, bu olacaq 0,3 D. Bu oldu adi saatlar üçün. İndi qələbəlik saatları üçün qələbəlik saatlarında isə gediş haqqı 1 manat 50 qəpik və hər kilometrə görə bunun da üzərinə gəlir 0,5 D-nin. Bizə deyir ki, qələbəlik saatlarında gediş haqqı adi isə gediş haqqından nə qədər çox olar? Yəni qələbəlikdən çıxmalıyıq adini. Qələbəlikdə 1,5 üzərinə gəl 0,5-dir. Bundan da çıxırıq 1 üzərinə gəl 0,3 D-ni. Sadələşdirək 1,5 üzərinə gəl 0,5 D. Mötərizənin qarşısı mənfi olduğuna görə işarəmiz dəyişir. Yenə oxşar toplananlarımızı qeyd edək. Yəni 1,5-dən çıxırıq 1-i, üzərinə gəl 0,5 D-dən də çıxırıq 0,3 D-ni. 1,5-dən 1-i 0,5, üzərinə gəl 0,2 D. Gediş haqqında nə qədər çox olar? Bu da bizim ifadəmiz. E, 12-ci məsələdə isə deməli, adi saatlarda yazaq, qeyd edək, adi ilkin 1 manat və hər kilometrə görə 30 qəpik əlavə. Qət edilən məsafəni də burada verib D kilometrdir. Deməli, üzərinə 1 kilometr üçün 30 qəpikdirsə, D kilometr üçün də 0,3 D olacaq. İndi qələbəlik saatlarına baxaq. Qələbəlik, burada isə 1,5 manat hər kilometrə görə 50 qəpikdir. Yəni 0,5 vur D olacaq. İndi sualımız isə budur ki, qələbəlik saatlarında gediş haqqı adi saatlardakı gediş haqqından nə qədər çox? Yəni biz qələbəlikdən adini çıxmalıyıq. Yəni 1,5 üzərinə gəl 0,5 D-dən çıxırıq 1 üzərinə gəl 0,3 D-ni. 1,5 üzərinə gəl 0,5 D. Qarşıda mənfidir deyə işarələrimiz dəyişəcək.
Oxşar toplananları islah edək. Yəni 1,5 minus 1 üzərinə gəl 0,5D minus 0,3D. 1,5-dən 1-i çıxdıq 0,5. 0,5-dən də çıxdıq 0, üzərinə gəl 0,2D. Deməli, qələbəlik saatlarındakı gediş haqqı adi saatlarındakı gediş haqqından 0,5 üzərinə gəl 0,2D manat çox olar.